Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusundan bir məhsullu tənliklər bölməsindən 36-cı sualın izahına baxacağıq. Demək, burada deyir ki, bu iki tənliki deyir, eyni güclü olarsa n plus c cəminin ən böyük qiymətini tapın deyir. N və c nələrdir? Burada parametrlərdir. Bu tənlikləri çevrilmiş kvadrat tənlik formasına gətirəyim hər birini əvvəlcə. Demək, birinci tənliyimiz onda x kvadratı plus m bölünsün 4, x plus c bölünsün 4 bərabərdir 0. Digər tənliyimiz isə x kvadratı plus 9 bölünsün m, x plus 3 bölünsün m bərabərdir 0 şəklində olur. Bu tənliklərin belə deyək, eyni güclü tənliklər olması üçün tənliklərin kökləri cəmi, yəni bu tənliyin kökləri cəmi digər tənliyin kökləri cəminə, kökləri hasili də nədir? Kökləri hasilinə bərabər olmalıdır. Yəni burada m bölünsün 4 bərabərdir 9 bölünsün m-ə və kökləri hasili də nədir? Kökləri hasilinə bərabər olmalıdır. Yəni c bölünsün 4 bərabərdir 3 bölünsün m olmalıdır. Buradan həll eləsək bu bərabərlikdən m-i tapsaq, alacağıq m kvadratı bərabərdir 36. Buradan m1 bərabərdir 6 və m2 bərabərdir -6 alırıq. Digər bərabərlikdə belə deyək də m-i tapmaq istəsək, buradan m bərabər olacaq. Daha doğrusu c-ni tapmaq istəsək, deməli c bərabər olacaq burada 4-də 3, deməli yox, üzr istəyirəm, 12 bölünsün m olacaq. Buradan biz c1-i tapmaq istəsək, 12 bölünsün 6, 2 olacaq. c2-ni tapmaq istəsək, m2-nin qiymətini yerinə qoyanda -2 alacaq. Və burada bizdən n plus belə deyək ki, cəminin ən böyük qiymətini soruşur. Birinciyə görə hesablasaq, yəni m1 plus c1-i hesablasaq, bərabərdir 8, m2 plus c2-ni hesablasaq, -8 alırıq. O isə bizdən nəyi soruşur? Ən böyük qiymətini soruşur. Burada cavab olacaq 8. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.